da karşıma çıktı. İçki içmeyin uşaqlar. Temiz. Sanırsan sen ne kadar cüzde emin ol. Necə düz? Bravo. Taco düz. Am. Çok yaxşı olar. Bro, bara. Bir stəkan 3 manat. Oy, salam əleykum. Nə tərsiniz? Nə var, nə yox? Çoxdan da görüşmürük. Özbəkistana getdim, vlog çəkə bilmədim. Özbəkistana getdim, Amil dirəşdi vlog çək, get gəz, nəm yemək bişir falan filan. Vaxt olmadı, axıt olmadı. Azərbaycana təzəyisə gəlmişəm, 3-4 gün var gəlmişəm. Gələn kimi gördüm ki, bəs Gəvə Bayrağa bax. Özbəkistan. Burada da qarşıma çıxdı. Gördüm ki, Gəvə ilə Çaxır belə festivalı var. Amil bəy dedim ki, gedək, gəzək. Gəvənin olduğunda başladı. Gəvən olduğunu kim bilirsə, baxanlar da yorumlara yazsın. Gəvənin ən sonda nə olduğunu deyəcəm. Zaten göstərəcəm də onsuz da. Amma necəsən? Nətərsən? Şükür Allah, yaxşılıq, Millətə nə deyirsən? Nə var, nə yox falan filan. Salamını çatdırım. İçki içmeyin uşaqlar. Samavar çayı için var. Görünə qəşəng qaynır. Pört pört da. Çər şəhərdəyik dəqiqə. Saat neçədir? 1 var. 5-dir, 5. Hə, 2-yə 5 dəqiqə işləyib. Məncə gecikməmişik. Millət var, cəmaət var. Göstərəcəm. Biraz çər şəhərdə çəkilək. Yox, Maratonda küləyə qarşı qalib gəlir. Biz gedirik Gəvə şeylə. Vallahi. Onlar orada qalib gəlir, biz də burada heç nə. Biz də burada gəzirik. Biz qocalmışıq. Mən qocalmışam ya bu zamanda. Mənim qaçmaq vaxtım keçir. Nəysə, sizə biraz getdiyimiz yolu göstərim. Targovda çiçimi düzəltmişdilər. O isti soyuq əllər, üstü küləklər. Hə, isti ürəklər. Ona oxşuyur biraz. Bir suya oxşuyur ona. Amma bir şeylərə bax. Bir şey çəkir. Ne yeməlidirlər? O deyim maması. Robi. Qəşəng deyil, onun bu. Qəşəng. Görürəm ki, asıl var buradan şeyləri, Gəvələri. Buradan təşkillər edirlər. Şey tərəf deyilmi bu? Piyaninaya düşür. Bu şey üstündə. Hə, filmdəki Brilliantova ruhda. O deyir, orada baş çəkir. Onun orada düşür də, o filmdə orada yıxılır. Yıxılır falan. Черт побери! Черт побери! Черт побери! Brilliantı deyirsən, Hə. Cipsin içində olur ya o. Gəl. Qazaxıstandan Özbəkistandan gəldim. Здравствуйте. Sağ olun. Salamat olun. Sən şey deyirlər, Gəncədən gələn. Rəqs qrupudur bu. Kişilərin altında da boyunbağı var ya. Nataban. Belə bir yer olduğunu bilmirdim ha bu arada. Bura qəşəng yer deyil. Belə bir yer olduğunu bilmirdim. Xəbəri olan qutu aptısı. 5 var. Üçün birində kofelərdən deyilsə də, okey olsun. Mən cəgilərim. Əzizlərim, tamam. Deməli belə bir məlumat öyrəndik Amil bəylə. Salam. Deyir ki, Azərbaycan xalçaları, Azərbaycan gəvələri 2010-cu ildə UNESCO tərəfindən maddi və mənəvi bir irsi nəyə? Qeyri-maddi mədəni irs siyasəti. Hə, qeyri-maddi mədəni irsi siyahısına əlavə olunubmuş. Ağzımı çəkirdim, əsas oda səsim düşür.
Amir bənin xoşuna gəldi. Uzaqbaş qəşəngdir. Sumka deyil bildiyin. Yavaş-yavaş şəhərin mərkəzinə tərəf gedirik. Hə, bu da çatırıq demək olar ki. Artıq kameranı döndərəcəm. Üstümüz o zaman da gülərəm. Ayo görsənir o, orada da var. Bu arada bildiyin, yəni qaqaş bizə elə bildi xarici. Birinci elə bildi xarici. Salam əleykum eləyəndən mələkçünü deyəndən sonra. Mələkçüdən sonrasını çəkdim. Azərbaycan. Buyurun, buyurun qonaq olun. Gəlin. Salam əleykum eləyin. Oy, bunu suyun uçuşunu gördün sən. Azərbaycanda tikilən, yəni Azərbaycanda istehsal olunan tikilən o cəvələrin, xalçaların, naxışlarının 3 mənaları var. Buta, göl elementləri və qoç buynuzu. Hərəsində öz mənası. Hərəsində də öz mənaları varmış. Mənaların da açıqlamasını yorumlarda siz yazın. Ya. Axtarın, tapın. Gəlir, yavaş-yavaş girişirik. Bax. Boyaları bitkilərdən hazırlanır. Nar qabığından, zəfərandan və s. Bir xalça bəzən ayların, hətta illərlə toxunur. Özbəkistandan dedim ki, mamaya sırf yaylı. Özbəkistana. Haydi bildiyim butalar var idi. Görün deyirəm ki, bu dəqiq Azərbaycanlıdır. Onlar falan. Deyir, yes. Ha deyirəm Azərbaycanlıyam. Mən deyir, yox, elə o bizdə tikey ol hazırlandım ya. Sən ol, mən də mən. Bunu eləsə fona görə qoyurlar. Cəvə nə üçün üstünə basmalısın? Aysə, buran belə eləmir. Paxlava tərdə belə düzəldiblər, onu bəyəndim. Sən gəvə deyəndə mənə bir içkin deyirsən. Doğrudan. Kaç bunu belə eləyiblər, düzəldiblər. Amma maraqlıdır. Bəli, doğrular. Naxışları görmək istəyirəm mən. O göl vari naxışlar yoxdur. Давай видео тоже. Bizdə də var idi. Məsələn, bunun Ceydə paxlavan yap. Paxlava. Sağlar samavar çayı istəyirəm ha. Oyda şokoladlı paxlavaya bax. Əl at götürsən tabii deyim. Bildiyin əl at götür. Belə bu Gəncə paxlava. Gəncədə paxlavan belə eləyir. Yəni Azərbaycanda da belə eləyirlər. Gəncədə sırf badamla qoz qoyulur üstünə paxlava. İki növ paxlava var Azərbaycanda. Biridir Amil bəy. Bir Gəncə paxlavası, bir də Şəki paxlavası. Şəki paxlavası üstünə belə xət şey sürürlər. Sonra bərk. Gəncə paxlavası belə olur. Sazda olur, mis sazda var. Misdə sazda yox da misdə. Onlar nə deyirlər, unutmuşam. Biz buradan da çıxıb, buranı belə çəkib, keçəcəyik Çaxıra. O nədir? Ha, gedirik Çaxır festivalına, Çaxır və Caz festivalına. Maketlər var. Çıxdıqca məsələn, oranın tarixi barəsində maketlər falan var. Hə, Qız Qalasının aydın məktəbə çıxmısan? izah falan edirlər. Biz məktəbdə getmişdik. Özü birinci sinif idi ya, üçüncü sinif falan idi. Bir dənə qız var idi, çox erkən getdi. Gəldi hamını belə itələyirdi. İtələyə çıxdı. Keçər şəhərdən gedək. Basa var ya. Hə, orada da formulanın vıstıfqası var. Nə oldu? Uşağı qovuzdurublar deyəsəcək. Yavaşca keçirik bu Saybağın restoranı gördüyümüz. Bu arada Formula 1 de yavaştan başlayacaktı ya. İndiden uca. O güzelliği görsəniz siz. At gücünü göstərim sizə. Deyir al məni uçurt. Məncə onu qəşəng çəkim. Qəşəng çəkim deyirsən? Maşın düşsün ha. Ne qəşəng qoydular baba. Oo, buna bak. Kubok de bu. Sen de seçmiş oldun bu arkası. Bunlar toplumdan değil. Eleme olur. Tamam. Ben Formula süreniyim ha Murat bu arada. PlayStation Pultu'nda prosto.
Eybi yoxdur. İnşallah bu işıqlar yanır sönür, buna toxunursan, sənin nə qədər güclü eyimin olduğunu məlum olur. Ona görə də amma indi işıqlı olduğuna görə biz bunu eləməyəcəyik. Axşam gələcəm, axşam təzədən gəlib ISO bir eləyəcəm, onda görərsiniz məharətimi. Aynen neler yapıyor. Tamam, təşəkkürüm. Bunu sürüm. Onu da axşam da sürərəm. İndi bir dəqiqə doludur da. Okey. Skoru keçmək arxalar olmaq üçün. Ayala, все. Mənlikdir, narahat olmayın. Qaqan sürəcəyəm. İndi biz maşın sürəcəyik. Başı görün nə tər sürürlər, öyrənin. Formula 1 maşını sürmür. Formula 1 mən nə əlaqəyə keçir? Sizin üçün ikinci Schumacher olaram. Azərbaycanı təmsil eləyərəm abi. Şeyin o nömrə 1 də reklamı var. Nə idi şu qardaşlar? Enis. Sale. Yemərik. O sırada dəqiqə başına görə telif yeyən hatən. Bura nədir? Mən buraya heç fikirləmişəm. Ha, gəl. Buranın şəkatı bağlı olur. Açıq da. Görünüş qəşəngdir sonra. Çəkmirəm ki, bayaq. Mən yazıq siqet çəkdiyimi gördünüz, görmədiniz. Görməyəsiniz də zaten. Salam əleykum, necəsiniz? Siz şəkilləri. Qardaş şəkilləri çəkir, əl işləri buradadır. Hop, Amil bəy. Şey deyil, yox deyil. Stanley yoxsa. Ha, bu daşlar deyil. İnqarabetdi. Aha, mən buranın içərisinə girməmişəm heç vaxt. Maraqlıymış. Bir o bir tərəflərə də baxaq. Nəyi? Bizdə var ya. Tamam, bizdə var. Ha, emin bilməm var. Burada hamısı əl işlərli edir. Olar? Xoş gördük. Süleymanovun əl işləri. Burada da sayılar. Rakip istəsən sayı çək. Olar? İsmək istəyirik. İçərini seçə bilər çox. Burada bizim məşhur Azərbaycan nəyindən tanıyır? Çayını. Sağ olun, təşəkkürlər. Bergamotlu çay veriblər bizə. 12'lik bədii ki. Amma qəşəng. Ayısı. Salam görüşürüz. Nə istəyirsən sənə? Olar mı? Ooo, onu boğulmuş. Burada gördüyümüz resimlər hamısı neft nə? Azərbaycanda neftin çəkən ilk əsallardan biridir ki, Yəni bu istəkanı götürəmişdir. rəsmlər hamısı neftin çəkilir. Atamdan əlavə anam keramistdir, keramikalar anam düzəldir. Onların üzərində atam neftin çəkir. Əllərinə sağlıq. Çox sağ ol. Bu sumka və qaşıqlar dəri dərisində hazırlanır. Atamın dizaynı hazırlanır və öz brendi də Azərbaycanda. Bunun da əsası neftin boyanır. İsti paladın arasında qalır, pres kimi və iz götürür. Çox qəşəngdir. YouTube'dan. Baxa bilərəm səriyə. Bu da bizim milli geyimlər. Yaxşı sədə adam əlini dəyişmirik. Ayıb olardı ya. Vallahi da. Sultan Süleyman. Amil bəy. Əlimdəki stəkan olmasa yaxşı. Buna görə də yemək deməm.
5. Buradan baxanda daha aydın görsən deyib bura. Oo, bu zor. Niye o kaç? Bu kadar gülü görəndə Beyoncé'nin Flowers mahnısı yazılmış. Sözü bay olur. Baş- Sen yaxşı çəkirsən. Bunu bir Mən? şey olur, hə. Yox, yaxşı başsa. Ha? Başsa. Ha? Kimi səçim? Bax bu qaşaq. Başsa. Sən bir yaxşı bilirsən. Uşaqlar Hatəmi fotoqraf kimi işlədirlər. Gördüyünüz kimi. Professional Hatəm. Hey hey. Tüt 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 tüt. Maşın sizindir. Qəşəngdir. Gəldik heç nə indi şərab festivalına. Buranı çəkək, görək, eləyək. Yox, yox, canlı deyil. YouTube üçün çəkirik. Salam əleykum. Necəsiz? Burada üzümlər, zoğallar, zaqsqalar, yeyişməhlər. Biz çox yeyişən oğlan deyirik yəni. Yeyişən oğlan yalan olmaz deyil. Ona görə Üzüm qəşəngdir ya. necədir üzüm uşaqlar? Sən bulasın. Brown. Sənə şəkil çəkim amma Hot dog. Hot dog Özbəkistanda yeyiləcək şeydir, qardaş. Hot dogu oran saskası başqa aləmdir. hə, Oran saskası başqa aləmdir çünki. Taco sutku, taco с лососем. Taco Tuesday. Nə? istişarə. Şərab isti içilməlidir yoxsa sərin? Məlumatım var. Yoxdur məlumat. Şərab otaq temperaturunda içilən bir içki növüdür. Şərabı soyuq içməzlər. Biraz belə çalxalanmaz. Bildin? Yes. Bildiniz? Salam əleykum. Bunu deyirsən? Ay Nihat, burada nə qarsın? Bildiyin. Kumpir uşaqlar 6 manat, 10 manat, 12 manat. Ölçüsünə görə də dəyişir. Böyük ihtimal. Yox, ölçüsünə görə deyil, sizin salatlarına görə. Salatlarına görə. Yemirsən heç kumpir? Mən də yemirəm. Mən mənasız gəlir oyun. Mən aslında 20 manatdır. Ha, bu yeni oradaymış. Ha, tamam. Böyle bakalım 5 var. 5 yetim var. 5 litre. Yanında da zeytin verirsiniz. İyi alırsınız. Veririm. Ha, o da ödənişlidir, ha? Neçə? 3 manatdır. Bankası. Bəli, bankası. Yaşılı və qarası 3 manatdır. Badamlı, limonlu və biberli 7 manatdandır. Biberi bu arada zor. Çox qəşəngdir. Limonlu da çox qəşəngdir. Çox. Sağ ol. bu çəkəcəksən. Kəs. Ara zəhnələrə. Meysəri. İnşallah. Meysəri şərabı. Zeytunçik. Zirə Olivis. Salam əleykum. Necəsiz? Neçəli zeytun yağınız? Ölçüsü 19. Salat için olanlar 19 manat, yemek için olanlar 17 manat. Ama sırf yemekler için olanlar 15 manat. Zeytun dadmaq olar. Buyurun. Dadırsan mənə. Zeytun xoşsan? Mən xoşlayıram ya. Yemirsən zeytun? Bir iki dəfə. Salatda zor gedir ha bu arada. Boş ver. Bu nəli idi? Limonlu. Bu limonluyla. Limon, biber, badam. Götür da bir dənəsini də son götür. Dadına bax. Biberini bilirəm mən dadım, amma limonsunu ilk dəfə yedim. Sən də biberisini ye. Am. Çox sağ olun qardaşım. Təşəkkür edirəm. Yorulmayasınız. Mən həqiqətən bibərlisin. Acıdır. Belə də. Salam əleykum. Bunu qışırdı. Ha, onu qoysam sıxırsın. Bu da tutmadır. Sangria da. Sangria. Bəli. Görünüş çox qəşəngdir. Ha. Evdə belə stendin olacaq. Ha, bravo Dürso. Salam əleykum. Necəsiz? Xoş gördük, xoş gördük. Necədir işləriniz? Şükür qaydasındadır. Təşəkkür olsun. Salam əleykum. Bu kırmızı şarap. Bir tane ona bakın ikisinden biri.
Şərablı istəyirsən şərab. Dadlı olur. Bizə probnik verə bilərsiniz 2 dənə. Şərablıdan. Kırmızı şaraplı. Qırmızı şərablı. Vur. Gözəl də. Bizə 2 dənə balaca stəkanda verə bilərsiniz zəhmətiniz. Bundan ha ümumi. Yoxsa dadmaq istəyirsən cəcil dadına başla başla. Bir tane de ben. Hoppa, mango falan var. Yemisən də sən də. Oğlum ben nazik. Sen de- çikolata altında. Mən qalın geymişəm. Allah haqqı mən evdən çıxanda çox belə Mən qısa gün yox qolda idi. ya, Günə bunu bax gör necə şey çıxıb gün. Nə qarsan? Şakoldayım bunda böyle pişirəm. Düşərsən də gün çıxıb axı. Bayaqdan gün yox idi ki. Atıq gözəl. Salam əleykum. Necəsiniz? Sizdə nə var? Senin adın var Patka. Jumble pişik. Adınız nədir? Baba. Baba. Maraqlı vardı. Armud şərabı. Salam əleykum. Sağ ol, hoş geldiniz. Xoş gördük, xoş gördük. Yaxşı olasınız. Necəsiniz? Necəsiniz? Attım sonra istiyorsunuz çekip. Salam, salam. Yorulmayasınız. Yorulmayasınız. Gən soruşacağım. Samsa var. Samsa. Samsa bilsən nədir? Samsa qardaşım özbək qırmışsın. Hardan bilməsin? Bu şekilde tezahür. Şəkil boyunun şəkil. Mən də sevirəm. Hazırdır Leyla xanım. Mən dedim hazırlayarsınız, bıçaq çötürərik deyə. Eybi yox. İndi qəşəng qırmızı şərablı dondurmamızı dadacağız. Qardaş kadına girdi, can sağ olsun. Qiymədən heç bilmədim, şeydir, dondurma, brandy, Qarabağ, Velvet wine. Nə qədər ödəniş edəcəm? Bunu qoyun bura. Kaydı ya normal. Səs marojnalı gəlsə şala birinci mikrofon marojnalı. Sen yemeğin necə dadlı olduğunu göstərmək Yəni eşidəsiz o dadı. O dadı eşidəsiz, başa düşürsüz. Dondurma hələ yemişə üstündən bax bu qədər bir şeydir. Qəşəng dobro qoydular, sağ olsunlar. Baha da deyil ha, 4.90 qəpikdir bir dənə bax bu şey qap. Sizin qutaranda kimi sayırsınız? Qırmızı şərablı dondurma. Çolar, sizin üçün də nə maraqlı olsun, evdən sonra çıxa bilməyən cəmaət üçün deyirəm. Videomu bəyəndinizsə like qoyun, komment yazın, follow da eləyin. Sizin üçün sağlaşıram. Valla vecimə deyil. Video var, hamısı boş şeydir. Özbəkistanda çəkəmədim, ona çox pis oldum prost. Gəldi Səhv saldım ha bu arada. Dondurmadan sonra yeyək bir dənə. Bir də bu şeyini. Bro, qara istəyirsən, ağ istəyirsən. Nasılsın? Təşəkkür, çox sağ ol qardaşım, çox sağ ol. Axar ki bu, ərzək yeməyə ehtiyacım var. Mən ərzək sevmirəm. Hə, qiyməti orada düşüb onsuz gözünüz görərsiniz. Dadına bax da. Yemə ha, dadına bax sadəcə. Ha, yağı bayağı axır ha. Qəşəng sulu. Dadına deyil, yaxşıdır dadı. Smash demiştin et. Yox, Ben dedim. Ya bu kadar yağlı. çox suludur bayağı. Bu burgerdən tərif olur zaten. Belə sulu olsun, nə bilim. Amma dadlı. Ət yumuşaqdır. Ərir ağızda. Hər çağırır deyib çaya gəlin. Birazdan çay desədir. Bir də yemək istə də. Nuş olsun. Amma abi bir şey diyeyim bahadır. Yəni Neçə verdin? 14 manatdan 8 manat arası idi. Biri 14 manat. Çox bahadır. Normal hamburgerdə deyil, burası smashdır. 30 manat. Ətin dadı amma bir fərqli yox. Hətta mən Özbəkistanda yeməyini ucuz qiyaslayıram. Orada yeməklər çox ucuz olduğuna görə. Kafa sağa verir. Da sağa danışdım. Yəni orada çox ucuzdur deyə şeylərdə yeməyin. Bayağı ucuzdur ha. Mən burada oturub nəsə yemək alıram, görürəm pulum qalmadı, 20 manat pul getdi. Amma orada 20 manatdan siz düşün nə qədər yemək ala bilərsiniz. Hələ səhərsi gündə də yeməyi alarsan, saxlayarsan o dərəcədə. Bundan ama bulku tamı çox gəlir. Məsələn, normal hamburgerdə bulku kimi tam almazsa,
Burada çox alarsan. Ömür deyə bura səndə. Bunu qaqaş sırf özləri üçün hazırlayırdı. Elə bilib bir dənə istəmişəm mən. Birini verdi, sonra buna baxdı dedi, onda bunu ver, yox, mən sırf bir dənəsini hazırlayarsın dedi. Məntiqdən yaxşı olmalıdır. Yaxşıdır. Yaxşı. O elə sevir də, niyə yanmış? Yanıqdır. Sən dadına bax. İşləmədiyim hissələr var. Amma onu demişim. İkinci səfər desələr yenə yeyərsən, yox. Ucuz olsa bəlkə. Razıyam. 6 manatdan yuxarı boş. Mənasız. Biz 6 manatdır. 6 manat ola bilər. Mənasızdır bu qədər pul verməyim. Bəli. Mənasız. Bol yağlı bir şeydir. Amma dadlı. Tomatomuz belə bu qədər yağlı yemək. Yəni yemək olar amma bir dənəsindən artığı bayar adam məncə. O qədər yağlıdır ki. Yəni dedim də, yəni zəbərxan dediklərim hamısı. Biraz da şirindir. Şirinliyi var. Hə, o da çörəyindən idi deyəsən. Ya da sousundan. Sos ola bilər. Sousundan ola bilər. Yox, qaysı. Atam zibillərimi atıb gəlir. Erkək ya. Gedək çay yeyib. Bu gün çay götürəcəm. Çay götürməyə gedir. Gedək bir dənə Həcidən çay götürək, Həcidən. Həci var çay, nəci? Hə? Olacaq. Ehtiyatlı ol, əlbi yandırım. Dünənləri bir dənə kadr çəkmişəm, onu da əlavə eləyərəm videoya. Dünən burada durmuşuq, qardaş orada. Oran uşaqlar şeydi, mısır kadr, belə deyim. Стараться бы сегодня сделать, событийное шоу, вайн-шоу. Да? Это то, чем вы можете развлекать гостей у вас дома. Если вдруг вы успешный Bir şey təşkilir, şaraba açırlar eləyirlər, bıçaqla şampana açırlar falan. Onu göstərir. Orada da bir dənə ağsaqqal durub çəkmişəm video. Orada da bir dənə ağsaqqal durub əlində təsbehlə belə ağzını ayırıb belə baxır. Buna qarır da yəni. Bir dənə gülməli görürsən evdə dayı qıraqdan. Dədə baba taniqlər. Deməli, zirinçli çay var, mango marakuyalı var, adi qara çay var. Salam xanım. Bizə də stəkan verərsiniz, zəhmət olmasa 2 dənə. Propsun götürə bilərik, yox, istəyirsən, dadına bax. Bir stəkan 3 manatdır çay. Salam. Yox, özümüz blog. Səhifənin adını bilmək istəyirsiniz? Hə, əlbəttə, Melon Taş. YouTube-da baxa bilərsiniz. YouTube-dur. Mango marakuyalar yox, istəyirsən yoxlamaq? Qəşəng olar, gəl ondan yoxlayaq. Dadlıdır. Sizə yaxınlaş başqa bir tamaşa çəkdir. Necə istəyirsən? Görüşməyin. Səni sevmək istəyirəm. Deməli, burada istəyimiz çaydan mango marakuyalı, zirinçli var. Bir dənə özüm indi səhər sizin içdi bir dənə çay sizin. Bax, həcci yüzü bir dənə səhər yarım stəkan sizin içdi çay. Buna bax bir dənə. İçində nələr var? Ay maşallah. Buna bax, bergamot. Buna bax, mango marakuya. Kanalın adı yadından çıxmayıb. Mövlana aşk. Düz. Yorulmayasın qardaş. Çox Sağ ol, hələlik. Belə gəzdik, gördük. Bayaqları çəkişmişik. Sən demə çəkişmişik. Mən gördüm orada qaqaş danışmaq istəyirdi. Telefonu bildirişi gəlib. Zaletkanın şarj bitdiyini bildirişi gəlib. Ona görə də çəkiş dayanıb hə. O da çox pis oldu. Belə qəşəng maraqlı çəkiş eləmişdi yəni. Əl sal da. Elə belə yavaş da eləsən işləyəcəksən. İndi əl sal. Qulaq as da diqqətlə biraz əl sal, sal. Elə yox, möhkəm. Onu ondan başqa heç kim başa düşməz də, yəni orada gərək onu eləyəsən. Ayşə, kuş elə bir cih. Şahmat oynaya biləniniz var. Oynaya bilən varsa da yayına gəlsin, məndən kapışmağa varsın. Gedək ora baxaq. Baxmaq istəyən gedək baxaq da. Kişilər üçün maraqlı olan yer buradır. Sonlandıraq videonu. Videonu bura qədər izlədinizsə də, videonun sonu save olmadı. Biz Amil bəylə orada videonu sonlandırırıq, eləyirik. Gözəl mənzərə ilə, arxamız qəşəng mənzərəyə bir sonlandırma eləmişdik. Amma save olmayıb, yəqin telefonun beyni dolubmuş, ona görədir. Nəyə bilərik? Yəni texniki bir səbəb idi. İndi bildik, yəni mən editdə bildim daha doğrusu. Sonlandırmanı bu cür etməyə məcburiyyətinə qaldım. Arxada Hüseyn səsi gəlirsə də
salam deyir sizə. Videonu bəyəndinizsə like butonuna basmağı, yorumlarda da öz fikirlərinizi bildirərək, yəni yeni görmək istədiyiniz yerlər ya da gedə bilmədiyiniz yerlər varsa da bizə deyin. Ölkə daxilində mi? Getməyə çalışaram, vlog çəkməyə çalışaram, sizə göstərməyə çalışaram. Təbii ki də bu videonun daha çox izlənməsinə əsasən olacaq bunlar. Sağ olun, salamat qalın, özünə müğayət olun. Hələlik görüşərik.